والسلام على رسول الله وآله آل الله الذي سمي في السماوات بأحمد اللهم صل على محمد وآل محمد وفي الأراضين بأبي القاسم محمد اللهم صل على محمد وآل محمد لا سيما ابن عمه مولانا ومقتدانا وسيدنا وصاحبنا وأميرنا وأمير المؤمنين علي بن أبي طالب عليه أفضل تحية والثناء. أما بعد، يا عباد الله، أوصيكم ونفسي بتقوى الله. قال الحكيم في محكم كتابه الكريم: بسم الله الرحمن الرحيم. يا أيها النبي إنا أرسلناك شاهدا ومبشرا ونذيرا وداعيا إلى الله بإذنه وسراجا منيرا وبشر المؤمنين بأن لهم من الله فضلا كبيرا. صدق الله العلي العظيم. Ey Allah bəndeləri, ey əziz müminlər, əvvəlcə sizləri və özümü Allah təqvasına dəvət edirəm. Allah'a and verirəm öz izzi cəlalıma. Bu cümə günü 11-ci İmam Həsən Əsfər əleyhissalam, İmam Zaman ağanın atası şəhid oldu, dünyasını dəyişib. Bu münasibətlə başda İmam Zaman ağa olmaqla sizlərin hər birinizə baş sağlığı edirəm. Bundan təxminən 9 gün əvvəl Peyğəmbər Səlavatullah dünyasını dəyişdi. Biz onu bilmirəm, indi qeyd olunmadı, mən özüm burada həmin günlərdə yox idim. O ki, Xatamül Ənbiya idi. Xatamül Ənbiya Muhammedin Mustafa idi. Allah Zülcəlal bizim öz cinsimizdən olan, həm cinsimiz olan Peyğəmbəri bizlərə rəhbər olaraq təyin edir. Rəhmətul lil aləmin deyir Quran-ı Kərimdə. Aləmlər üçün rəhmət qərar qoyur. O Peyğəmbər ki, aləmlər üçün rəhmət göndərib, amma bəşər onu həzm edə bilmədi. Nə onu həzm edə bilmədi, nə onun sözlərini həzm edə bilmədi ki, biz bu günə kimi onun sözləri, Quran-ı Kərimdə vəhiy olan sözləri onlar insanlar həzm edə bilmir, qəbullana bilmir. Göndərilməsi barəsində xidmət-i şərifinizə Əhzab surəsinin 45, 46, 47-ci surələr ayələrini ərz elədim. İnşallah həmin ayələri tərcümə edib müfəssirlərin rəyini sizə çatdıracaq. Surənin adı Əhzabdır, yəni firqələr, partiyalar surəsi. Allah Zülcəlal 45-ci ayədə buyurur: Ya əyyuhən nəbiyyü, ey hörmətli Peyğəmbər, İnnə ərsəlnəkə, biz səni seçdik, biz səni göndərdik. Yəni nə? Yəni Peyğəmbəri bəşər seçmədi, Allah seçdi. Peyğəmbərləri insan seçməz, bəşər seçməz. Sonra Allah Teala ardında onun vəzifələrini buyurur. Biz səni nə olaraq seçdik? Şəhidən, biz səni şahid olaraq seçdik. İnsanlar üzərində şahid olaraq seçdik. İmamlara, Peyğəmbərlər şahid olaraq. Tək bu surədə yox, Tövbə surəsində, Əraf surəsində Allah Teala deyir ki, biz imamları, Peyğəmbərləri şahid olaraq seçmişik. Yəni daima canlıdırlar, şəhiddir. Allah bizim də şəhidlərimizin ruhu şad olsun. Şəhidlər ağası İmam Həsənlə, İmam Hüseyin ağa ilə, bu günün şəhidi İmam Həsən Əsfər əleyhissalamla məşhur eləsin inşallah. Və mübəşşirən və müjdə xəbər verən biz sən təyin edən. Yəni Peyğəmbərin vəzifəsi nədir? Möminlərə müjdə xəbər gətirən. Desin ki, əgər siz Allah'a qul olsanız, Allah sizə müjdə verir, cənnətlə mükafatlandıracaq. Və nəzira, və qorxudan, və sizə qorxulu xəbər verən. Nədən qorxulu xəbər? Cəhənnəmin əzabından, xareliyən əzabdan ki, Allah bir neçə yerdə Quranda deyir: Və ə'addə ləhum əzəbən muhina. Mən onlar üçün xarici əzab, xarici işgəncə hazırlamışam. O Peyğəmbər gəlib bizə həmin əzabdan da xəbərdar edəcək, təkcə müjdə verməsin. Mülk surəsində Allah qiyamətin hadisələrindən danışır. Yəqulullahu Teala fi muhkəm kitabihil kərim: Və qalu ləv kunnə nəsmə'u əv nə'qilu mə kənə fi əshabis sa'ir. Deyir ki, ey kaş biz dinləyən olaydıq. Nəyi dinləyib? Allah'ı dinləyən olaydıq, Peyğəmbərə dinləyən olaydıq. Biz onların sözlərinə əməl edəydik, qulaq verəydik. Əgər ki, bir insan Peyğəmbəri dinləsə, onun sözlərinə əməl eləsə, Allah'ın verdiyi sözlərə əməl eləsə, həmin insan xoşbəxt olur. Xoşbəxtliyin başqa yolu yoxdur. O ki, məgər ki, bir tək gəlib Peyğəmbərin sözlərinə əməl edəsin. Peyğəmbərin bizə gətirdiyi vəhiyyə əməl edəsin. Peyğəmbərin vəzifəsi insanlara Allah'ın tərəfinə dəvət etməkdir. Və də'iyyən ilallah.
ayənin ardında 46-cı ayədə buyurur. Peyğəmbərin vəzifəsi biiznillah, Allahın izni ilə insanları Allaha tərəf dəvət eləməkdir. Allahın ruhanilərin də vəzifəsi nədir? İnsanları toplayıb Allaha tərəf dəvət eləsin. Necə ki, Peyğəmbər sallallahu buyurur, "Əl-uləməu varasatul ənbiya", üləmalar, alimlər, hansı ki din alimlərindən söhbət gedir, Peyğəmbərin varisləridir, Peyğəmbərlərin varisləridir. Yəni Peyğəmbərlərdən ilk aparılır. Vəzifələri nədir? İnsanlara hidayət eləmək, Allahın vəhyin onlara çatdırmaq, şərh eləmək. Və Peyğəmbər bir dənə nurlu sıra, o siracə munir. Peyğəmbər bir dənə nurlu sıra. Yəni dənizdə necə ki mayak olar, gəmilər qaranlıqda həmin mayakın işığına toplanar, Peyğəmbər də elə bir işıqdır ki, biz möminlər üzümüzü ona tərəf çevirməliyik, ona tərəf hərəkət eləməliyik. Amma baxırıq dünya nə vəziyyətlədir. Dünya həmin Peyğəmbərə tərəf gedir, yoxsa getmir. Peyğəmbər dediyindən dünya hansıdır? Peyğəmbərin dediklərindən dünyadakı olanlar hansını əməl edir? Dünyanın nə qədər Peyğəmbərin dediyinə əməl edir? Bugün təsəvvür edin, Peyğəmbər həyatdadır, qarşımızdadır və ya həmin hadisəni təsəvvür edin, Peyğəmbər dünyasını dəyişir. Bəlkə qarşınıza çıxıb bir türk jurnalist yaxınlaşır, bir nəfərdən soruşur ki, o yaşlı bir kişidir, qadındır, yadından çıxır. Deyir ki, Peyğəmbər bugün qabağına gəlsə yolda nə eləyərsin? Həmin adam bilmir, nə eləsin, əli ayağı əsir, ağlayır, deyir ki, ayağına qapanıb, ayağına öpər. Nə eləyəcəyini bilmir. Biz ona anı təsəvvür eləyək, Peyğəmbərin vəfat elədiyi an. Peyğəmbər vəfat eləyib, Peyğəmbərin başına neçə nəfər var? O Peyğəmbər deyə, o hayqıranlar var idi, Peyğəmbər, Ləbbeyk Peyğəmbər deyənlər, Ləbbeyk Rəsul deyənlər. Hamısı yığışmışdır səqifəyə, kimisə, nəsə üçün seçmək üçün yığışmışdır. Amma ondan 4-5-2 ay əvvəl Peyğəmbər həcdə olanda arxasında 120 min hacı namaz qılır. Həmin amma dəfnində onların heç birinin əsər əlaməti yoxdur. Barmaq say qədər Peyğəmbərin dəfnində adam iştirak etmişdir. Türklərin də bir şunay var, bəlkə görürsünüz. Epizod var orada, Həzrət Əli cüssədə olanda Xəttabın oğlu qabağına gəlir, soruşur ki, Həzrət Əlidən soruşur, ey Əli, görünmürsən çoxdan da, deyil, Peyğəmbərin dəfni ilə məşğul, Peyğəmbər vəfat eləmişdi, onun dəfni ilə məşğul. Yəni, insanların bu qədər xəbəri yox edir. Yəni, pis çıxır səslənməsi, əhəmiyyət vermirlər o qədər hadisəyə. Şuarları nə idi? İslam başsız qalır, xəlifə seçmək lazım. O Peyğəmbər ki, aləmin əlindən tutub cənnətə tərəf aparır, rəhmət qapısıdır. O insanlar o kişinin əlini buraxdı. Halbuki biz müsəlmanlar Quran-ı Kərim ki var, biz onu açıb oxusaq, onun ayələrini fikir eləsək. Allah deyir İnşirah surəsində وَرَفَعْنَا لَكَ ذِكْرَكَ deyir, biz sənin adını qaldırmışıq göylərə. Yəni, harada Allahın adı var, ondan sonra Peyğəmbərin adı var. Biz, amma indi müharibə çıxır, ya Ali, ya Muhammed deyəndə, ya Ali deyəndə deyirlər ki, şirkdir, Allahın adından sonra Peyğəmbər imamın adını çəkməzdir. Bu Quranın sözüdür, Hasan Mollanın Seyidin sözüdür ki, Quran-ı Kərim'in İnşirah surəsində Allah Teala buyurur. وَرَفَعْنَا لَكَ ذِكْرَكَ biz sənin adını göylərə qaldırmışıq. Yaşda deyə qəbul edə yaxşı şirkdir, çəkmir. Bəs əzanda niyə çəkirsən? Əzanda ki, bütün firqələr, elə bir firqə var ki, əzanda Allahın adından sonra Peyğəmbərin adı çəkməsin. Bütün firqələrdə əşhədu ən la ilahə illallah deyəndən sonra deyir ki, əşhədu ənnə Muhammədən Rasulullah. Əgər şirkdirsə, əzanda da deməyin də Allahın adından sonra Peyğəmbərin adı. Nəticə olaraq bu din bizə iki şeydən ibarətdir. Baxdığımızda. Peyğəmbərin ən böyük düşmənlərindən biri Əbu Süfyanın oğlu Muaviyə öz oğlu Yezdə deyir, orada izah edir İslam. Müasir İslam. Deyir ki, bu din hakimiyyətə gəlmək üçün bir tramplin rol oynayır. Və ya o maşına minəndə bir dayaq olar, ayaq böyük maşınlar və ya bir yerə çıxanda bir tramplin bir rol oynayır, bir dəstəkdir. İslamın vəzifəsi nədir? Hakimiyyət uğrunda bir tramplin, dəstək. Dünya bugün İslamdan o qədər istifadə edib ki, bura çatmaq üçün İslam ancaq buna çare gəlir. Başqa bir şey yaramıyor. Allahın dinin çevirib eləyiblər öz mənfəətləri uğruna bir alət kimi istifadə edir. Biz necə ki, keçən xütbədə ərz eləmişdik xidmətinizə, əgər İmam Hüseyin əleyhissalam qiyam eləməsəydi, bugün bizə gəlib çatmış İslam Yezidin sarayında öz mənafeyləri uğruna çevrilmiş İslam olardı. İmam Hüseyin əleyhissalam öz qanı ilə həmin pərdəni aradan götürüb bizə həqiqi İslamı çatdırdı. O həqiqi işığı çatdırdı. Qısası qaydıram xütbənin əvvəlki dediyimiz mövzuya.
Peyğəmbər bir dənə nurlu çıraqdır, o siracən munira. Amma bəşər nə elədi? Necə çıraq? Məsələn, gecə vaxtı bir işıq yanar, həmin yay ərəfəsi daha çox olar. Dili və ya digər böcəklər həmin işığın ətrafında dövr edir, pərvanə olur. Biz Peyğəmbər ətrafında dövr eləyə bilmədik. Bəşər nə elədi? Ayəni oxuyun. Yuridunə liyutfi'unə nurallahi bi əfvahihim. Səhv surəsinin 8-ci ayəsində Allah təbarək və teala buyurur ki, o insanlar ki, bəşər istəyir, Allahın çırağını söndürsün, nə ilə? Bir əfvahihim, ağızları ilə. Ağızları ilə istəyirlər, Allahın çırağını söndürsün. Yəni, ağızla necə? Böhtan aparır, qeybət edir, Peyğəmbərin neçə sürür, hər cür hilə, tənə ilə. İstəyiblər ki, həmin o Peyğəmbərin verdikləri Peyğəmbər 6 yaşında xanımaşı edir. Kamil əql olan Peyğəmbər, yəni insanların əqlində ən kamil olan Peyğəmbər adından sözlər çıxardır. Vəzifələr deyən bunun məqsədi nə, mahiyyəti nədən ibarətdir? Onu kiçiltməyə çalışır. Peyğəmbərin vəzifəsini kiçiltməyə, yerin, məqamını kiçiltməyə çalışır. Yəni, müsəlmanların milli mentaliteti budur. Gördü ki, bir yerə əli çatmır, yuxarıdadır, başlayırlar həmin şeyi özlərini tərəf çəkməyə. Özü görə onun səviyyəsinə qalxa bilmir, onu öz səviyyəsinə çəkməyə çalışır. Müsəlmanların ki, milli mentaliteti bundan ibarətdir. Əgər elə olmasaydı, indi şiələr içərisində 1000 dənə qrup yaranır. Müsəlmanlar içərisində təfriqələr yaranır. Bir üləmanın dediyi, o bir üləmanın ağzına girmir həmin söz. Yəni, bunlar çətin sözdür olsa, bizim vəzifəmizdir ki, həmin sözləri sizə nəql edib çatdıraq. Onlar söndürə biləcəklər həmin nuru, yox söndürə bilməyəcəklər. Ayənin arxasında Allah Teala buyurur, Allah öz nurunu tamam edəcək. Mutimmun nur Allah deyir. Allah öz nurunu tamam edəcək. Onlar heç vaxt onun qarşısını ala bilməzlər. Qarşısını ala bilməyəcək. Allah daima qalibdir. Allah və Rəsulü Quran-ı Kərimdə buyurur ki, daima qalibdir. Biz baxırıq tarixi hadisələrə, məsələn, misal verək. İslam tarixində oxuyandan sonra dərk edir. Bizim indi müasir məktəblərində tarixdə, ümumi tarixdə, ümumi dünya tarixində qeyd olunur. Avropalıların ərəblər üzərinə səlib yürmüş. Yəni, deyəndə elə bir ki, biraz uzun-uzadı deyirlər bu adı. Adın qısası nədir? İslam tarixi oxuyandan sonra zaman daha aydın çatır ki, nə deməkdir? Yəni, xristiyanlar, müsəlmanlar üzərinə xaç yürmüş. O dövrdə xristiyanlar, kafirlər, müşriklər hamısı müsəlmanların üzərinə yürmüş. Müsəlmanların üzərinə qələbə salmaq çalışır. Amma ola biləcək, qalib ola bilməyəcək. Allah Quranda deyir, mən və Peyğəmbərdən başqa heç kim qalib ola bilməyəcək. Daima biz olacaq qalib. Qalib oldu, olmadı, indi baxırıq həmin o xristiyanların paytaxtına, Londona baxırıq, 420 dənə məscid var. 420 məsciddən hər gün 3 dəfə, 5 dəfə səs gəlir. Əşhədü ənə Muhammədən Rasulullah. Allahümə salli alə. Həmin səs Vaşinqtondan gəlir, Berlindən gəlir, Tokyodan gəlir, Bakıdan gəlir, Moskvadan gəlir. Kəsə bildilər, kəsə bilməzdir. Həmin səs yenə də davam edir. Həmin nida yenə davam edir, gəlir səs. Çünki niyə gəlir? Ayənin ardına buyurur, ayənin ardına buyurur, təbarəkə və təala, وَلَوْ كَرِهَ الْكَافِرُونَ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ. Deyir ki, əgər müşriklərin xoşuna da gəlməsə, Allah onları onu izdirəcək. Şair isə deyib, təqdiri qəza qüvvəti basu belə dönməz, bir şam ki, həkdən yana, 1000 badə sönməz. Deyir ki, bir şamlı ki, hək yandıra, 1000 külə ilə gəlsə, onu söndürə bilməz. Gəl cəzbəyə eşq olsa gətirsəm, necə gəlməz? Gəl cəzbəyə eşqi olmasa gətirsəm, necə gəlməz? Bir insanı gətir, Peyğəmbər sevməsin, 50 dəfədə namaz qılsa, onun bir xeyri yox. Axır bir gün o bürüzə verəcək sevmədiyi, 1000 rükət namaz qılsın, gecə namazı qılsın, müstəhbatlar eləsin, təqibatlar eləsin, dualar eləsin, zikirlər eləsin. Bir insan qəlbində Peyğəmbər sevgisi yoxdursa, heç bir xeyri yoxdur. Bir gün o bürüzə verəcək. 2 ayda oxuyaq, inşallah nəticə aydın olsun. Allah bu Peyğəmbəri bizim üçün göndərir, amma nə kim göndərir? Quran-ı Kərimin 2 ayəsində qeyd edilir, biri Mümtəhində surəsində, bir də başqa surəsində لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ. Artıq biz Peyğəmbəri sizlər üçün gözəl nümunə olaraq göndəririk. Nədən gözəl nümunə olaraq göndəririk? Oturmaqda, durmaqda, namazda, orucda, söhbət eləməkdə, yemək yeməkdə, xırda şeylərdə belə biz Peyğəmbəri siz üçün nümunə olaraq göndəririk. Amma göndərdik, hamı üçün göndəririk. Ola bilər, məsələn, deyərlər ki, Peyğəmbər hamı üçün nümunədir, amma hamı üçün deyil. Necə ki, məsələn,
Biz Əli əleyhissalam hamının ağasıdır, Xeyr hamının ağasıdır. Biz onun əmir-əl-müminin deyilir, yəni mömin kişilərin ağasıdır. Peyğəmbər deyilir, limən kənə yarcullaha, hər kim ki, kimin ki ümidi var Allaha, vəl yevməl əxirə və qiyamət, axirət günü. Kimin ki Allaha ümidi var və axirət günü ümidi var. Kimin ki imanı var Allaha və axirətdə. Peyğəmbər onlar üçün gözəl olmalıdır. Ayənin ardında deyir, və zəkərəllaha kəsirən. Üçüncü olaraq kimlər ki Allahı zikr edir, Peyğəmbər onlar üçün olmalıdır. O insanlar ki Allah Allah deyir, Peyğəmbər deyir, Resulullah deyir, Hüseyin Hüseyin deyir. Peyğəmbər onlar üçün olmalıdır, həmin şəxslər üçün olmalıdır. Son ayda oxuyaq inşallah xütbənin axırında. وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللّٰهُ وَرَسُولُهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ. Əgər bir şeydə Allah əmr eləsə və Peyğəmbər əmr eləsə, bir şey ki Allah əmr edib, deyib, namaz qıl, namaz qıl. Əqimis-salə, əqimis-salə. Namaz qıl deyibsə, namaz qılmaz. Kutibə aleykumus-siyam deyib, oruç isə vacib edib, oruç tutmazsan. Qeybət eləmə deyib, eləməməsən. İçki içmə deyib, içməməsən. Allah əmr edib, Peyğəmbər əmr edib, bir iş. Heç bir müminin ixtiyarı yoxdur, o əmri pozsun. Elə bir mümin çıxıb deyə bilməz ki, namaz qılmır. Amma indi biz bəhanələr edirik. Nədən ibarətdir? Nə bilim, ayağım ağrıyır, namaz qıla bilmirəm. İşlərim çoxdur, işimlə üst-üstə düşmür, namaz qıla bilmirəm. Keçən xütbələrdən birində, möminlərin birində dediyi kimi, qardaşı, bacımın əri içki içir, bacım gəlir ziyarət edəyəmirəm, silə-i rəhmə eləyə bilmirəm. Ardına deyir, kim söz desə ayənin ardında Allaha və Peyğəmbərə asi olur. Kim ki, görüb desə ki, yox, namaz qılmaq, bir pandemiya vaxtında səhv eləmirəmsə, elə işləmişdim. Ruhanilərdən biri çıxır, deyir ki, idmansılar oruç tutmasa olar. Onlar idman edirlər, bədənləri zəif düşür. Allaha üsyan eləmək. Allaha deyib oruç tut. Necə deyir? Quran-ı Kərimdə deyir ki, kutibə aleykumus-siyam, oruç isə vacib edilir. Kim çıxıb deyə bilər, sən oruç tutma, sənin işin var, nə gücün var. Allah hər şey üçün bir çarə qoyub. Səfərdə olanlar belə, səfərdə oruç tutma necə ki haramdır, daim səfərdə olanlar üçün belə oruç vacibdir. Biz Allaha üsyan edirik. Necə üsyan edirik? Böhtan danışırıq, qeybət danışırıq, yalan danışırıq, namaz qılmırıq, oruç tutmuruq. Biz dediyim, keçən xütbədə dedim, ümumi insanlar adından nəql edirəm. Kiməsə şamil eləmirəm, bizə və ya başqa insanlar. İmam Həsən əleyhissalamdan bir rəvayət nəql olunur, deyir, bir şəxs İmam Həsən əleyhissalam gəlir, söyür, təhqir edir. Təhqir edəndən sonra İmam Həsən əleyhissalam ona cavab verir. Qayıdıb, bizə məsələn biri elə gündən ağır bir söz yerində qayıdıb reaksiya verir, cavab verir. İmam Həsən əleyhissalam qayıdıb deyir ki, dilində ləhcələr var. Necə ki, bizim dildə ləhcələr var, ərəb dilində daha aydın ləhcələr. Bilmək olur, bu hansı şəhərdən gəlib, hansı ərazinin ləhcəsidir. İmam Həsən əleyhissalam qayıdır ona deyir ki, sən ləhcəndən, sənin təhqirindən, söyüşündən mən zənn edirəm ki, sən şamlısan deyəsən. Bura söyüşlərini oxşamırdır, dediyin söyüşlər, təhqirlər. Deyir ki, mən səni aparım, qonaq eləyim. Əgər sən mənə qonaq gəlməsən, səni burada heç kim qonaq eləməyəcək. O getmir İmam Həsən əleyhissalama, gedir qapı-qapı gəzir, heç kim bunu qonaq eləməyəndə, axır son çarə gəlir İmam Həsən əleyhissalamın qapısına. İmam Həsən əleyhissalam onu qonaq edir. Necə lazımdır? Qonaq eləyəndən sonra gecə bu adam qalır öz-özünə peşman olur. Peşman olur, istiğfar edir, tövbə edir. Yəni biz insanlara yaxşılıqla, necə ki imamlar hədislərdə rəvayət olunur ki, bizə zinət olur, zillət olmuyor. Biz insanlara yaxşılıqla örnək olmalıyıq, öz əxlaqımızla örnək olmalıyıq. Necə ki Peyğəmbər bizə gözəl əxlaqla örnək edir. O İmam Həsən əleyhissalam gələrdi məscidin qabağına ibadət eləməyə. Daxil olmasından əvvəl icazə alardı Allahdan. Bilirək o məscid Allahın evidir, Kəbənin filiallarından biridir. Gəlir qapıda durur, deyir, əl tutulur, daxil ola bilərəm, elə qonaq olaraq gəlmişəm Həsən. Xoş hər birimizin alınır ki, indi qəlbimizdən keçirək ki, bizə ya Rəbbim, müşkillərimiz var, bir də biz də sənə qonaq. Bizim o müşkillərimizi biz məsciddən çıxana qədər həll edə inşallah. Sənə and verirəm bu günün şəhidi İmam Həsən əleyhissalamı. Bizi buradan əli boş yola salmır. Dualarımızı öz dərgahına qəbul edir. Günahlarımızın üstündən gəlməlisin. Xəstələrimizə şifa inan. Şəhidlərimizi Kərbəla şəhidlərindən. İmam Həsən əleyhissalam ki, bu günün şəhidi qiyamətdə onunla məşğul edir. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahus samad. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad.
اللهم صل على